İzahlı test 102. hissə 5-ci sinif ingilis dili. Birinci sual choose antonym of the underlined word. Altından xətt çəkilmiş sözün antonimini seçin. You must remember flying rules. Sən uçuş qaydalarını yadda saxlamalısan. A bəndinə baxaq, wait gözləmək də ola bilməz. B bəndi wish arzulamaq doğru deyil. C bəndi forget unutmaq. Remember yadda saxlamaq, forget unutmaq. Antonimidir. C bəndi doğru cavabdır. D bəndi də enjoy'dir. Zövq almaq ola bilməz. C bəndi doğru cavabdır. İkinci sual choose the correct articles. We have hour before flight. Bizim uçuşdan əvvəl bir saatimiz var. Biz sait hissəsindən başlayırsa, əgər isim onun qabağında ən artiklı işlənir. Bir saat mənasında birinci tərəfdə ən işlənəcək. Biz bilirik hansı uçuşdan, bizə müəyyəndir hansı uçuşdan söhbət gedir. Ona görə ikinci tərəfdə Z artiklı, Z müəyyən artiklı işlənəcək. We have an hour before the flight doğru cavabdır. B bəndi doğru cavabdır. Üçüncü sual choose the correct pronoun to the underlined word. Altından xətt çəkilmiş sözü əvəzliklə əvəz edin. Tom's house is not very large but very comfortable. Tom'un evi çox geniş deyil, lakin rahatdır. Tom'un evi cansızlar üçün o itdir. It o bu mənasını verir. B bəndi doğru cavabdır. It is not very large but very comfortable. Dördüncü sual choose the correct preposition. You can go foreign countries car. Sən xarici ölkələrə maşınla gedə bilərsən. Burada xarici ölkələrə to ilə işlənir. To, a, ya, mənasını verir. İstiqamət bildirən sözünüdür. Birinci tərəfdə to işlənəcək. Maşınla getmək, avtobusla getmək, təyyarə ilə getmək by sözü ilə işlənir. İkinci tərəfdə by işlənəcək. You can go to foreign countries by car. C bəndi doğru cavabdır. Beşinci sual choose adjectives. Sifətləri seçin. Birinci tərəfdə mask, maska mənasını verir, isimdir. 2. Slow sifətdir, yavaş mənasını verir. Flight, 3. Flight uçuşdur, isimdir, bu ola bilməz. 4. Useful, faydalı, sifətdir. 2, 4. Ferry, yaxta mənasını verir, isimdir. 6. Lovely, sevimli mənasını verir, sifətdir. 2, 4, 6 doğru cavabdır. D bəndi doğru cavabdır.